Salam, bugün sizə bu göz makiyajını necə eləmişəm onu göstərmək istəyirəm. Əgər bəyəndinizsə məni takib eləyib, bəyənib, mənə dəstək olmağı unutmayın. Bu göz makiyajını mən qəhvəyi gözlərə çox yaraşdırıram və təbii ki, öz gözümə də çox yaraşdırıram. Burada mən gözümün üstündə tonal kremdən baza əmələ gətirirəm. Yəni bu mütləq olmalıdır mənə görə. Çünki rəng daha çox üzə çıxır. Tempalitin rəngi daha çox üzə çıxmalıdır. Yəni onda daha gözəl görünür rənglər. Yəni amma göz öz rəngində qalanda tempalitin rəngi daha çox üzə çıxmır. Yəni bilinmir. Burada mən sizə bu tempaleti göstərmişdim. Bunu mən Nərgiz Shop'dan almışam. Həqiqətən də çox gözəl bir templetdir. Pigmentindən çox razıyam. Yəni açıq qəhvəyi rəngdə tondan istifadə edirəm. Yəni ilk alt rəngi olduğuna görə, baza rəngi olduğuna görə. Burada düzü biraz daşdıra bilərəm. Yəni bunun fərqinə varıram. Yəni bunun fərqindəyəm və ona görə də burada onu təmizləyirəm. Normalda konsilerlə təmizləyə bilərsiniz, amma mən konsiler istifadə eləmədiyimə görə, yəni o da niyə? Normal istədiyim kimi bir konsiler tapmamışam, ona görə istifadə eləmirəm. Tonal kremlə təmizlədim. Burada isə mən daha tünd rəngli bir qəhvəyi qəhvəyi təndən götürürəm. Yəni bunu da kölgə yaratmaq üçün, yəni gözü daha dərinləşdirmək üçün istifadə edirəm. Gözüm elə dərin deyilmiş kimi. Yəni mən belə deyim də, çox belə professional biri deyiləm. Yəni makiyajda həqiqətən sadəcə öz bildiyimi sizinlə bölüşürəm və necə makiyaj elədiyimi sizə göstərirəm. Yəni həvəskar olaraq. Bu makiyajın ən önəmli nöqtəsi qara qələmdir. Yəni qara göz qələmidir. Bunu da mütləq siz yaxşı bir qələm götürün. Niyə? Çünki bu qələm sadə adi qələmdir və çox yəni yayılır da, yəni gözümə, başıma, hər yerimə yayılır. Yəni siz daha belə gözəl bir qara qələmdən istifadə edə bilərsiniz. Burada sizə göstərirəm necə istifadə etmək lazımdır. Yəni gözün yarısından çəkmək lazımdır. Əgər qara qələm istəmirsinizsə gözünüz üstə çəkməyə, qara rəngli tempoletlərdən istifadə edə bilərsiniz. Məndə qara rəngli tempolet yoxdur deyə mən qara qələmdən istifadə elədim. Burada fırça ilə yayıram ki, ortada qalıb palçıq kimi görükməsin. Yəni bunu mütləq eləməlisiniz ki, orada keçid əmələ gəlsin altdakı rənglərlə. Burada da siz görürsünüz necə çəkirəm, yarıya kimi, tam yox. Burada biraz liner vibe aldım və çox xoşbəxt oldum ki, yəni xoşbəxtlik hormonları əmələ gəldi məndə ki, yəni alına bilər də. Yəni mən liner də istəsəm çəkə bilərəm. Həqiqətən də dirəksəm bəlkə də çəkərəm. Onu da sizinlə demişəm, bölüşəcəm sizlə. Onu addım-addım sizlə bir yerdə öyrənəcəm videolarda. Burada gözümün içinə çəkirəm qara qələmi, yəni daha doğrusu çəkməyə çalışıram. Çünki alınmır, yəni çəkilmir. Gözüm çox sulanır, çox sulu olduğuna görə çəkə bilmirəm. Yəni gözüm mütləq içini qulaq çöpü ilə göz pınarlarını təmizləyib sonra çəkin. Burada mən əsəbləşirəm və yenə davam etməyə çalışıram. Çünki gözüm çox sulanır. Yəni külək vurur gözümə, gözümü çox sulandırır. Yəni normalda da hər şeydən gözüm sulanır. Burada karandaşdan narazıyam. Çünki ucunu yonmamışam, amma yenə də davam edirəm. Yəni nə məcburdur? Yəni nə məcburdur? Get o karandaşı yon, ondan sonra başda da çəkməyə niyə özünə zülm edirsən axı? Yəni axır ki burada qərara gəldim ki, mən bunun ucunu yonub istifadə etməliyəm və sonda belə axır ki çəkə bildim. Yəni mən üst göz qapağımın içinə də çəkmişəm. Əgər çəkə bilirsinizsə orada qələm çəkə bilərsiniz. Burada sizə ən favorit tuşumu göstərdim. İndi isə sizə əvvəl işlətdiyim tuşu göstərəcəm. Yəni bu tuş. Belə deyim də, ikinci göstərdiyim birincidən daha bahadır, amma mən ikinci tuşu daha çox bəyənirəm. Yəni bu tuşu işlədib qurtarmışam, məcbur idim çünki pul vermişdim, almışdım, işlətməli idim. Bunu gördüyünüz kimi fırçası çox nazik idi. Yəni seyrəkdir də, belə deyim. O daha çox seyrək kirpi seyrək olan qızlar üçün daha çox uyğundur. Yəni indi göstərdiyim tuş isə daha sıxdır fırçası. Bu isə daha kirpi daha sıx olan qızlar üçün, yəni insanlar üçün daha uyğundur. Yəni mənim də kirpiyim sıx olduğuna görə mən bu tuşu çox sevdim. Çünki həqiqətən istədiyim performansı mənə verir, amma digər tuş isə yəni istədiyim performansı mənə vermirdi. Yəni heç sevmirdim onu çəkəndə, prosta məcbur qalıb onu çəkirdim. Yəni gözüm çox palçıq olurdu. Ola bilər bəlkə mən onu düzgün istifadə eləməmişəm ya da mənim kirpiyimə uyğun bir tuş olmayıb. Təbii ki, hər kəsin fərqlidir gözü, kirpiyi, hər şey, yəni hamıda heç nə eyni ola bilməz. Sadəcə olaraq məndə olduğunu deyirəm sizə. Amma yenə dediyim kimi mən bu tuşdan çox razıyam. Siz də ala bilərsiniz. Yəni yenə dediyim kimi özümə məsləhət bilmədiyim, sevmədiyim heç nəyi heç vaxt heç kimə tərifləyib məsləhət bilmərəm. Mən burada çalışıram sizə göstərim tuşu necə çəkmək lazımdır. Həqiqətən bəlkə də makiyajda ən gözəl bacardığım şey tuş çəkməkdir. Yəni çox sevirəm tuş. Mən tuş insanıyam. Bir var allıq insanı, pomada falan. Mən tuşda, yəni mən tuş çəkməsəm özümün makiyajımı tamamlanmış hiss eləmirəm. Yəni elə insanlar tuş çəkməyi xoşlamır. Mən çox xoşlayıram. Burada sizə çalışıram göstərim qıraqdan ki necə. Yəni mütləq kirpiyin dibinə qoyub ziqzaq hərəkətlərlə yuxarı qaldırmaq lazımdır. Onda kirpik qıvrılmış kimi görünür. Heç kirpik qıvrıcıya da ehtiyac olmur.
qalmır və mən kirpik qıvırcığından bir-iki dəfə istifadə eləmişdim. Gözümün ətini yemişdi deyə ona görə qorxuram ondan istifadə eləməyə ki, kirpiyimi falan qırar deyə. Burada görürsüz necə çəkirəm. Yəni bəlkə də necədir? Yenə dediyim kimi də çox sevirəm də, yəni tuşu həqiqətən də. Burada biraz ehtiyatlı olmaq lazımdır. Çünki yayıla bilər. Yəni yayılanda da siz qulaq çöpündən istifadə edib mütləq təmizləməlisiniz ki, kirli görüntü qalmasın. Mən evdə olduğum üçün, yəni ona fikir vermirəm. Daha doğrusu yadımdan çıxır. Sadəcə sizə video çəkim deyə açdım kameranı ki, bu göz makiyajını eləyim. Çünki keçən eləmişdim, çox bəyənmişdim. Amma bir detal var ki, kamerada çox fərqli görünür, güzgüdə çox fərqli görünür. Yəni o məni biraz əsəbləşdirir. Burada mən Flormar'ın pomadasını istifadə edirəm. Bu elə belə rənglənsin deyə, dodağım elə belə rəngli görünsün, daha yaxşı düşsün deyə kamerada ona görə eləyirəm. Yəni bunu, yəni məndə işıq falan yoxdur da, bəlkə də mən pəncərənin qırağında günəş işığı ilə çəkirəm deyə şəraitim biraz zəifdir deyə ola bilər ki, yəni belə çox rəngləri tam görməyə biləsiniz. Yəni mən düşünürəm ki, ona görədir. Çünki normalda həqiqətən də çox gözəl qalır. Yəni mən makiyaj eləyəndə kameranın içinə ona görə girirəm ki, yəni siz o rəngləri tam görə biləsiniz. Tam necə olur onu görə biləsiniz. Necə qalır realda. Yəni ona görə çapalayıram. Yoxsa bəzən deyə bilərsiniz ki, ay da bu qız da kameranın içinə girir, bu qədər heç uzaqda dayanmır. Yəni məcburam ki, siz gözümün necə rənglərin necə qaldığını, məsəl üçün tenin necə qaldığını, tonalın, pomadanın necə qaldığını görə biləsiniz. Burada da yəni çox çabalayıram ki, yəni necə olduğunu, yaxşı düşdüyünü yəni sizə göstərim. Biraz məyus olmuşdum bu videonu çəkəndə ki, düşünürdüm yaxşı görünmür. Yenə də bəyəndinizsə mütləq bəyənmə düyməsinə basın.